İnsanlar doğularkən hər biri nefron adlanan 1 milyon kiçik vahidlərdən ibarət olan 2 böreklə dünyaya gəlir. Nefronlar zədələndikdə öz funksiyalarını dayandırır və normal börek funksiyasını davam etdirmək üçün qalan sağlam nefronlara əlavə yük verir. Lakin zədə davam edərsə, qalan sağlam nefronlar börek funksiyasını davam etdirməkdə çətinlik çəkir. Aylar və ya illər ərzində börek funksiyasındakı bu irəliləyişli itki xroniki börek xəstəliyi adlandırılır. 124 xəbər verir ki, 2040-cı ildə xroniki börek xəstəliyinin cəmiyyətdə ölüm səbəbləri arasında 5-ci yeri tutacağı gözlənilir. Buna görə də xroniki börek xəstəliyi ilə mübarizə üçün qlobal strateji tədbirlərin tətbiq olunması vacibdir. Börek sağlamlığımızı qorumaq üçün bəzi məqamlara diqqət etmək lazımdır. Onlar arasında mütəmadi olaraq fiziki aktivlik göstərmək, qan şəkəri səviyyəmizi və qan təzyiqimizi davamlı olaraq izləmək, sağlam qidalanmaq, duz istehlakımızı azaltmaq və çəkimizə nəzarət altında saxlamaq, gündəlik bol su içmək, siqaret çəkməmək, reseptsiz dərmanları istifadə etməmək kimi bir sıra amillər daxildir. Diabet, yüksək təzyiq və obezite kimi börək xəstəliyinə yol açan sağlamlıq problemlərimiz varsa, börək funksiyalarımızı mütləq yoxlatmaq lazımdır.